Bilirsiniz, və sən sadat o necə saniyələr gedir, baxırsan, indi çıxar, hanı ses gəlmədi, filan bilən, sən gedin, filan gəldin, belə baxırsan, bir də filan edirsən, peşman edirsən və görürsən ki, sən demə, məsələ həll olunur, uşaqla tələf olunur və peşəkar həkim də çıxıb, arxa qapdan gedir. Bir vicdansız, gəldinəm belədir, yox, gedib, narahat olub ki, birdən mən gələrəm, məni basıb döyərlər, məni filan edərlər, təsəvvürlüsə gətirin ki, doğum evinin şöbəsinin müdiri. Halbuki sonradan eşitmişim ki, bir nəfər, mən bilməm, tanış idi də, sinif yoldaşımın bacısı belə hala gedib, dejurnuda növbətçi həkimin birinci iş günü olub. Birinci, cavan qız. O götürüb, yəni bilirsiniz nətər, sağ-salamat uşaq dünyaya gəlmişdi. Yəni burada deyə bilməzsən, bu peşəkardır, sənin üçün 100% alınacaq, bu xandır, bu alınmayacaq, yox. Və o divan ekspertləri gəldilər, hamısı məsləhət verirlər ki, bilirsən nətərdir, buradan gəlsən prokuraturaya, prokurorluğa yazırsan, falan edirsən, o gəlirsən Paris bölməsinə, o ki gəlirsən və mən gəldim, gördüm orada qapıda bir tibb işçisi oturmuşdu, başladı mənə. Yox, sənin nə yaşınız var sizin? Ondan qabaq bir nəfər var idi, gəldi, üzr istəyirəm, içalatını çıxartdılar, analı, o bir daha ana olmayacaq, o bir daha mən də belə baxıram. Getdim prokuraturaya, mənə hekayələr danışdılar, filan elədilər, yox, bilirsiniz nə bilim nə. Və sən də deyirsən, hə, və mən sonradan bilirsiniz nə bildim. Həmin insanlar məsuliyyətdən qaçmaq üçün bunları mənə danışırlar. Mənə yandıqları üçün yox. Yəni zibilvi çəkdə, yer getdə buradan da. Bilirsən, bu yaxşı olacaq hər şey, yox bilir, yəni ki, salma da mənə də əlavə şeyə də. Və mən sonradan gəlirəm o Paris, qoy bir dərdə, o danışım keçimdə məsələn. Neçə vaxt ondan qabaq girdilər, hökməndə bizdə, həyətimizdə oğurluq elədilər, paltarı yanmış adlı apardılar, özü ərəbədə var idi, qoydular rahatlıqla. Araba da yanındaydı. Araba da yanındaydı. Və polisə xəbər verildi 102-yə. Məcbur oldu ki, mən Sovetski məhəlləsində böyüdüyüm üçün işli polislə həll eləməyi tərəfdarı olmamışam. Yəni, biz ömür billah polisə mənim heç bir xeyir mənə verməyəcək bir ünsür üçün baxmışıq. Mən nə xeyir verir? Mən ona xeyir verə bilərəm ancaq. Pulu verə bilərəm, filan verə bilərəm, nə verəm. O mənə heç bir şeydə fayda verməyəcək. Gördüm, gəldilər, uçaskolu gəldi və mən orada da mən müşahidə etməyi sevirəm. Görürüm ki, bu uçaskolu savadlı zabit deyil. Yiyib içən oğlandır, cavan oğlan. Özünü apara da bilmir. Və yanında bir dənə botanik oğlan var. Bizə botanik deyil. Bəli, papqalar əlində, filanlar belə yanında. O qadir belə, indi nə yazılmalıdır, indi hansı əməliyyat olmalıdır, yenisi, bəlkə də yazır 300 manat maaşı işləyən adam deyək. Oturur yanında, bütün qanunları bilir, iş necə aparılmalıdır, hamısını bilir və bu mənşəyi bilinməyən bu uçaskobu da oturur sadəcə ilə gəlir də belə də hər şeylə filan, nə falan necə oldu falan, heç nə bilmir. Sadəcə bizim şəhər dili ilə düşün, diviziyeniyanı bacarır. Amma o bursu yox. Və sən baxırsan, görürsən ki, onu eləyir. Gəldi, mənə dedi, 102 neysən gəlmişsin, yalan belə elə. Sən bilirsən neynə, sən burada yaz inan ki, bəs mənə, nə qədər sənə zərər deyil. Danışıram, yaz inan bir 90 neçə manat yazdı burada. Ulan biz belə eləyəcək, yazdırdım, ərzaqlı getdi, sonradan bildim ki, sən mən 100 neçə manat yazdırsın, gəlib tapmalıydı bunu. Elə olur, yüzdə yox. Bu mənə qəssən 90 neçə manat yazdırdı ki, iş batsın geçsin, sirilsin geçsin. Bəlkə maçlı olaq. Yəni nə qədər bacarıqlı ol, təcrübə ol, həyat səni elə təcrübəyə salacaq ki, sən bilmirsən. Və biz həmişə bilirik ki, biz hazırlıqlıyıq. Mən ona görə deyirəm, mən bu mövzuları açanda
Mənim o təlimçilərdən xoşum gəlmir, oturan kimi birbaşa sənə nələrsə biçir. Mən yenə də dedim, o tərzdə də mən danışa bilərəm. Salam, necəsiz? Bugünkü təlimimiz bəs belədir, elədir. Var. Gördünüz mən nə qədər səhvlərindən danışdım. Bizim cəmiyyət elədir ki, 2 dənə səhvi danışırsan, mən olmuyor belə şeylər. Mən məsələn, bir adam oturub danışıb deyib ki, mən bilirsən belədir, elədir filandır. Mən də demişəm, mənim də başıma belə gəlir. Qalib bey, yoxsa sən bilirsən neynərsən? O, salam əleykum. Salam əleykum, sən bilirsən necə elə? Adam mənə yazmışdı ki, mən necə eləyim, indi mənə deyir, sən necə elə? O deyir, bir nəfər adam olub ağlayır, oturub skameykada ağlayır, bir nəfər gəlib deyir, niyə ağlayırsan? Deyir, oturub deyəcəm sənə. Oturub deyir, skameykanı təzə rəngləmişdir. İnsan təsəlli tapır da ki, mən zibil içindəyəm, başqası da olsun. Niyə mən tək olmalıyım? Ona görə ağır spid kimi xəstəlikləri olanlar gələk iynə zad başqalarını da batırırlar ki, niyə mən olmalıyım, niyə başqası olmasın? Amma sağlam olanda demirəm, niyə başqaları olsun? İşığımız sönür, çıxırıq, baxaq ki, qonşunun evi, işığı yanır, yanmır. Yəni, meyar bizimdir. Amma bizim maraqlıdır, ümumiyyətlə qonşunun işığı yanır, bəlkə qutarır, bəlkə nə bilim, nədir o bizim maraqlıdır. Bir işıq sənəndən sənənə qonşu tərəfə bax. Yəni, məqsədim bu idi ki, olub belə şeylər. Sigmund Freudlə onun tələbəsinin bir məsələsi olub. O gəlirdi, yuxusunu danışırdı Freudlə. Freud onun yuxularına qulaq asırdı və şey deyirdi ki, yozurdu. Bir gün Freud ona qayıt etdi ki, mən də əslində yuxuları görürəm. Dedi, hə, usta, nə yuxular görürsünüz? Dedi, yox, o nə görəmsə o mənə aiddir. Əgər mən onları sənə danışsam, səninlə o avtoritet balansın pozulacaq. Yəni, mən müəlliməm, sən mənə yuxularını danışırsan. Amma mən sənə danışsam, sən də deyəcəksən, bilirsən o ustad nə tərdir? Orada da ola bilər, salam əleykum, artıq etdi o, sındı. Yəni, mən ümumiyyətlə öz səhvlərimi də danışan adamam ki, mən neçə dəfələrini görmüşəm. Mən belə danışandan sonra bizim Azərbaycan cəmiyyətində bir kişi doğulduqda, onun adı paradır, onun yükləri də doğulur da, onunla bacı o nəzarət eləməlisən, amma o nəzarət eləməlisən filan. Yəni, bank doğulan uşağı, dizdirirsən onu ki, banka pul yatsıdırıram. Sabahlarda bu böyüyəndə, bu da mənə nələrsə eləməlidir. Qız artıq yükdür də, sən ala yer, get də başından. Dolandırdım səni, cəmiyyət bildi ki, mən alnı təmizəm və salam. Bildiniz, ay cəmaat, baxın, mən qızı böyütdüm, bunu da götürüm geçsin. Var idi də, bir ruhani var idi, soruşdum ki, sən nə deyir,